aprelin 10-da Milli Məclisin plenar iclasında Əmək Məcəlləsinə və Narkoloji Xidmət və Nəzarət haqqında qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunub. Müzakirələr zamanı millət vəkilləri belə bir təklif irəli sürüblər ki, deməli, nigaha daxil olmaq üçün təqdim edilən sənədlərin sırasına tibbi arayışla yanaşı narkoloji tibbi müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy də əlavə olunsun. Deputatlar təəssüflə vurğulayıblar ki, bəzi hallarda şəxsdə narkoloji asıllıq nigahdan sonra müəyyən edilir və bu ailələrin dağılmasına, boşanmaların artmasına səbəb olur. Onların fikrincə bu cür halların öncədən aşkarlanması gələcək ailə problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər. Xatırladaq ki, bu məsələ ilk dəfə hələ bu ilin əvvəlində, yəni yanvar ayında millət vəkili Vüqar İskəndərov tərəfindən gündəmə gətirilmişdi. Belə ki, o, Stop Narkotik Az saytına verdiyi müsahibəsində bildirmişdi ki, nigahdan əvvəl cütlüklər narkoloji müayinədən keçməlidirlər ki, gələcəkdə belə problemlərlə qarşılaşmasınlar və bu məsələnin ən yaxın müddətdə baxılması çox vacibdir. Bu məsələ ilə bağlı, amma narkoloqların və müxtəlif mütəxəssislərin fikirləri fərqlənir. Onlar müxtəlif fikirlər bildirirlər, bəziləri bu məsələ ilə razılaşmırlar. Elə bunu nəzərə alaraq da bugünkü verilişimizin qonağı millət vəkili Vüqar İskəndərovla birgə bu mövzunu müzakirə edəcəyik. Vüqar müəllim, verilişimizdə xoş gördük sizi. Artıq qeyd etdiyimiz kimi bizə verdiyiniz müsahibədə cütlüklərin narkoloji müayinədən keçməsinin vacibliyini vurğulamışdınız. Bugün həmin bu məsələ artıq Milli Məclisdə müzakirə olunur. Demək ki, yaxın vaxtlarda qanunvericilik ilə tənzimlənməsi də nəzərdə tutulub. Siz bu haqda daha detallı nə deyə bilərsiniz? Təşəkkür edirəm dəvət etdiyiniz üçün və doğru buyurdunuz. Mən sevinirəm ki, biz qaldığımız məsələlər öz aktuallığını qoruyub saxlayır və artıq qanunvericilik formasında Milli Məclisdə müzakirə olunur və ümid edirik ki, yaxın zamanlarda artıq məsələ öz həllini tapacaq. Ümumiyyətlə, qanunların qəbul edilməsi cəmiyyətdəki əsasən də insanlar arasındakı münasibətlərin tənzimlənməsi, insan, cəmiyyət, dövlət, qüsurlar arasındakı münasibətlər formatının tənzim və hüquqi olaraq doğru irəli aparılması üçün qəbul edilir və düşünürük ki, bu qanunlar heç bir qanun konstitusiya qanunlarından başqa deyil. Çünki onlar xalqın referendum vasitəsilə dəyişdirilə bilər, əlavə edilə bilər və s. və ilə. Amma ümumiyyət qanunlar yeni çağırışlarla bağlıdır. Yəni bir neçə il qabağa qəbul edilən qanun bugün əlavə oluna bilər, dəyişilə bilər, yenidən yazıla bilər. Çünki dövr dayanmır, tələblər artır, çağırışlar dəyişir, dünyanın yeni çağırışları var və ölkəmiz də demokratik bir ölkə kimi qanunları, həmin o müvafiq qəbul etdiyimiz qanunlar dünyanın o bugün tələb etdiyi, yeni çağırışlar dediyimiz məsələlərə adekvat cavab verməlidir. O cümlədən narkomanlıqla bağlı, narkotiklərin dövləsi ilə bağlı, onunla mübarizə yolları ilə bağlı və əsasən də preventiv məsələlərin görülməsi ilə bağlı mütləq surətdə qanunvericilikdə əlavələrin, yeni qanunların qəbul edilməsi özünün artıq aktuallığını qoruyub saxlayır. Bu məsələdə düşünürük ki, mən əvvəldən də bunu həmişə söyləmişəm, digər parlamentdə öncəki digər vəzifə daşıyanlar mən bunu söyləyirdim. Çox vaxt təəssüf olsun, yalnız narkotika ilə yox, amma düşər olanlarla yox, digər sahələrdə də biz məsələ artıq baş verəndən sonra onunla bağlı həyəcan təbilləri çalmağa başlayırıq. Biz uzun illərdir dövlət bu sahədə narkotik əsas dövrəyə ilə bağlı, narkomanlığın müalicəsi ilə bağlı, onunla görülən mübarizə ilə bağlı məsələlərlə ciddi mübarizə aparır. Yəni dövlət komissiyası var, biz İşin Nazirlər Kabineti yanında o çox ciddi olaraq dövlətin digər müvafiq orqanlarının rəhbərləri, üzvləri, həmin komissiyanın üzvü olaraq bu məsələdə işlərin görülməsini təmin edirlər. Yerli icra hakimiyyətlərində icra başçılarının birinci müavinləri həmin komissiyaların sədri olurlar. Yəni bu da dövlətin bu məsələ nə qədər ciddi yanaşdığını göstərir. Çünki bu genofondla bağlıdır. Və bunun içərisindən məsələlərdən biri də gənc ailələrin bu məsələdə daha çox qulağımıza eşitdiyimiz və gördüyümüz hər birimizin ətrafında, ya qohumunda, ya qonşusunda, tanışında bu məsələni illə bir dəfə də olsa eşidirik ki, filan ailənin dağılmasında hansısa bir
narkotiklə bağlı, digər məsələlərlə bağlı bir səbəblər göstərilir və onlardan ən çox eşitdiyimiz bununla bağlıdır. Amma bunun içərisində kifayət qədər həqiqət payı var. Çünki açığını söyləsək, statistikaya baxanda görürük ki, həqiqətən dünyada baş verən bu məsələ ölkəmizdən yan keçmir. Hələ biz çox vaxt həyəcan təbili çalanda bunu danışırıq, amma dünyada statistikanı ortaya qoyuruq və mən çox vaxt bunu demişəm, şükürlər olsun ki, biz dünyada risk altında ölkələr sırasında deyilik. Bu bizə axar etməli deyil, mübarizə aparılmalıdır. Amma yəni danışdığımız məsələ dünya ölkələrinin statistikasına baxanda biz o risk altında, təhlükə altında deyilik. Amma, burada bir amma var, mütləq surətdə bir nəfər qalana qədər bu mübarizə həyatımız boyu getməlidir. Təbii. Çünki ağır narkotikə düçar olmuş şəxsiyyət varsa, artıq Azərbaycan genofonu bir nəfər itirir. Şübhəsiz. Biz bir vətəndaşımızı itiririk. Sağ da ola bilər, itiririk vətəndaş olaraq. Çünki o qədər bir ağır bəladır ki, o qədər insanın şəxsiyyətini, identik varlığına ciddi psixoloji, fiziki və digər sahələri əhatə edən təsirlər göstərir ki, artıq insan insanlığını itirir. Onun üçün heç bir dəyər qalmır. Bu da çox böyük təhlükədir. Demək, burada biz yalnız o fərdin üzərinə gedərək onu günahkar saymaq yox, günahkar özümüzü saymalıyıq, cəmiyyətlə saymalıyıq. Bəlkə bir çoxunda biganəliyimiz var, bir çoxunda görməzin gəldiyimiz var, bir çoxunda mənə aid deyil deməyimiz var, amma unutmayaq ki, bizim qapımızı döyə bilər. Bu hər birimizi narahat etməlidir. Bu konkret qanunla bağlı, bu həmin dediyimiz mübarizə, preventiv görüləcək işlərdən ən vaciblərindən biridir. Çünki ailə cəmiyyətin sütunudur, ocaqdır və dövlətin möhkəm olması üçün ailə institutunun da monolit olması bir dövlətin vacib həm atributlarından biridir. Həm də dövlət siyasətinin tərkiblərində çox strateji məqamdadır. Bu strateji məsələdir. Ailə dövlətin kiçik modelidir və ailədə insan doğulur, ailə formalaşır və bu ailə modeli böyük olanda bir Azərbaycan ailəsi deyilik. Biz necə Vətən müharibəsi dövründə bir yumruq halında birləşdik, bir ailə olduq, Azərbaycan ailəsi üçün birləşdik, dünya Azərbaycanlı birləşdi, 50 milyonluq Azərbaycanlı birləşdi. Bir yumruğa döndük. Bax, kiçik modeli ailədir. Ailənin qorunub saxlanması, onun bütün milli dəyərlərimiz üzərində inkişaf etdirilməsi, orada doğulan insanların vətəndaş kimi tərbiyə olunması ailənin, atanın, ananın rolu ilə bərabər cəmiyyətin, məktəbin, bizim hər birimizin burada müstəsna əhəmiyyətli rolumuz var. Biz özümüzü kənara çəkəcəksə, məsələni həll edə bilməyəcəyik. Və oradan biri də ailə qurulan vaxtı, indi son illərdə bir çox mütləq qanunlar qəbul edildi, tibb arayışla bağlı. Çünki ailə qurulur və bir müddət sonra üzə çıxır ki, daha çox bu kişilərdə olur, qadınlarda da var, təəssüf olsun ki, xanımlar arasında da bu artıb, xanımlar arasında da artıq boşanmalarda səbəblərdən biri də meydana çıxıb. Amma etiraf eləyək ki, daha çox burada faiz nisbəti kişilərin tərəfindədir, kişilər daha çoxdur və ailənin dağılmasına gətirib çıxan səbəblərdən biridir və bir ailənin zədələnməsi, bir ailənin dağılması, əsasən orada övlad varsa, bu arzu olunan hal deyil və bir ailənin faciə gətirib çıxarda bilər. Biz burada düşünürəm ki, bunun qanunverici bazasını möhkəmləndirməliyik. Mütləq surətdə ailə qurulmadan öncə necə ki, tibbi arayıcı sənədlər tələb olunur. Mən düşünürəm ki, və şükürlər olsun ki, bu artıq qanunverici bazasında müzakirə olunur. O həmin arayışların içərisinə mütləq surətdə narkotik testin də və onun cavabının da ora arayış kimi əlavə olunmasına ehtiyac duyulur artıq. Bu çox vacibdir ki, biz qanun qəbul edən kimi sabah onun həll olunması məsələsi gündəmdə olmur. Amma qanun işləməyə başlayırsa, bu artıq yüksək səviyyədə gələcək zamanlarda işləyirsə, artıq kifayət qədər biz statistikaya baxanda bunun nə qədər azaldığını görə bilərik. Necə ki, misal üçün mənim ki, bununla bağlı deyirəm, qanunla bağlı. Deyim ki, Vüqar müəllim, bu qanun qəbul edildi. Axı pozan var, təbii olaraq qırmızı işıqdan neçə gözüm açmır, bir qırmızı dayanmaq lazımdır. Bir gün ərzində gəlin, statistika çıxana qədər qırmızıdan keçən var. Amma o demək deyil ki, qanun işləmir. Keçən var, qanunu pozanlar var. Amma qanun var. Təsəvvür edin, qanunlu olmasın. O nə olar? Amma 90% axı riayət edir ona. Və ya bir-birimizin
Mənim hüququm başlayır, sizinki bitir. Sizinki başlayan anda mənimki bitir. Belə tənzimlənməsə cəmiyyət xaos olar. Ona görə də biz qanunları qəbul edərək ilkin vaxtı sabahı gün ondan nəticə gözləməyimiz düz olmaz. Amma qanun qəbul olunacaqsa, hüquqi tənzimlənmə baş verəcəksə, mütləq surətdə gələcəkdə özünün müsbət nəticəsini görəcəyik. Ona görə də buna hər birimiz hə deməliyik və çünki bu bizim ailəmizlə, vətəndaşımızla, insanımızla bağlıdır. Hal-hazırda biz dünya nələr baş verdiyini görürük. Böyük transmilli şirkətlər var. Burada insanlar arasında gəzir. Yalnız silahla, müharibə ilə indi insanın bir dövlətə müdaxilə, bir dövlətin içərisində hər hansı bir sızdırılma baş vermir. Artıq insanların rolu ilə, yalnız tibblə, yalnız silah yox, tibblə, narkomanlığın, hiber digər cinayətlərlə, fake yalancı xəbərlərlə cəmiyyətdə nüfuz etməyə çalışırlar. Onlardan ən asan genofondu məhv eləmək yollardan biri narkotik məsələsidir ki, bu çox asan yolla, əsas da risk altında gənclərdir. Hər romantik dövründə, hər tam formalaşmayan dövründə onlara çox cüzi bir bunu təqdim eləməklə biz dövlətlər var, qüvvələr var ki, bu məsələdə digər tərəfə özünü düşmən saydığını təsir göstərir. Yenə deyirəm, yalnız silahla onu raketdən vurmaqla müharibə olmur. Artıq müharibənin formatları dəyişib. Onlardan biri də bax bu bəladır ki, kifayət qədər hal-hazırda inkişaf etmiş dövlətlər bundan kəskin mübarizə aparır, amma nəticəsi çox zəifdir. Çünki o qədər geniş yayılıb ki, o qədər bununla mübarizə olmasına baxmayaraq, geniş özünə yer tapıb, Latin Amerika ölkələrinin bir çoxunda artıq dövlət bu saat acizliyini göstərir. Və buna yol verməmək üçün düşünürəm ki, hər bir dövlət özünün milli strategiyasında, gələcək vizyonunda həm də gənclərin milli mənəvi dəyərlərin ruhun tərbiyə olunması üçün, vətənpərvər ruhun tərbiyə olunması üçün mütləq sağlam gəncin olmasına dövlət çalışır. Bu gün ölkəmizdə bu sahədə sözün əsl mənasında bir çox ölkələrə nümunə olan məsələlər var. Bizim müvafiq Gənclərlə bağlı Nazirliyimiz var, Gənclər Fondumuz var, digər fondlar var ki, o gənclərimizin arzularını, istəklərini, imkanlarını reallaşdırır, onlara dəstək verir, həm maddi, həm digər tərəfdən. Yəni gənclərin xarici təhsilinə bağlı dövlətin xüsusi qanun fəaliyyət göstərir. Yəni özünü inkişaf etdirmək istəyən, istedadını üzə çıxartmaq istəyən gənc üçün bu gün şərait var. Amma yalnız bu dövlətin işi mi? Yox. Bu həm sənin, mənim, onun işidir. Və ailələrin. Vətəndaş cəmiyyətinin işidir, icmaların işidir, bədiyyələrin işidir, yerli icra hakimiyyətlərinin işidir, dövlətin ümumiyyətlə, hər birimiz dövlət həmdə. Yəni və ailələrin, qonşuların, dostun, rəfiqənin hamının işidir. Təbii. Biz əgər yanımızda bir buna bənzəyən bir tanışımız görürüksə, biz mənə aid deyil, üzümü çevirəcəyiksə, sabah 2 olacaq. Doğrudur. Biz onu demirik ki, sabah apar polisə təhvil ver. Amma yaxınlaşıb, onunla bir münasibəti daha sıxlaşdırıb, onun problemlərini bilib, buna əgər meyli varsa, onun azaldılması üçün, ondan uzaqlaşdırılması üçün, dost olaraq, yaxın olaraq, qohum, rəfiqə bilmirəm, form olaraq ona diqqətimizi artırmayacaqsa, o da elə təşlənir və bu insanların əsas məsələlərdən biri də cəmiyyətdə özünü tək-tənha hiss eləməsidir. O özünü atılmış kimi sayır, lazımsız kimi sayır, bax bəlanın bir də onda gəlir. Həm də cəmiyyətə qarşı aqressiv olur. Bu mənada o şəfqət hissimizdə həmişə qalmalıdır və yenə deyirəm, anlamalıyıq ki, əgər yaxınımızda, qonşumuzda, qohumumuzda bir nəfər buna bir meyilli varsa, sabah bizim qapımızı döyə bilər. Mütləq surətdə hər birimiz bu mənada düşünürəm, çox diqqətli olmalıyıq. Dövlətin müvafiq orqanları işləyəcək, onların vəzifəsidir, amma hər bir vətəndaş da bu mənada dövlətin o siyasətinin yanında olmalıdır. Heç şübhəsiz. Gəlin yenə də həmin o qanunvericiliyə qayıdaq, daha doğrusu qanunvericilikdə öz əksini tapacaq həmin o məsələyə qayıdaq. Sizcə bu tərəf necə tənzimlənməlidir? Yəni həmin o belə deyək də o punkt belə deyək. Ümumiyyətlə narkoloji testdən keçirilən cütlüklərin uzaq müddətdə istifadəçi olması, sonradan müalicə alaraq normal həyata qayıtması istisna hal kimi qəbul edilməlidirmi sizcə? Düşünürük ki, onlar nəzərə alınmalıdır. Çünki burada məqamlar var. O təbii ki, mütəxəssislərin işidir. Yəni biz siyasi tərəfini, qanunla bağlı olan hüquqi tənzimləmələri
eləyə bilərik. Amma bu artıq tibbi məsələlər var ki, bu onunla bağlı sırf narkoloqların işi var, həkimlər var, konkret olaraq psixoloqlar var. Bunların təbii ki, bu sonradan artıq qanun kimi cənab prezident bunu təsdiq edəndən sonra da bu işləməyə başlayacaq. Təbii ki, hər bir orqan artıq konkret hüquq və vəzifələr olacaq, öhdəliyi olacaq, onu yerinə yetirməlidir. Onlardan biri də hansı formada olması məsələsidir. Düşünürəm ki, bunu daha çox indi biz onu desək, mən yəni yenə bir siyasi adam kimi bunun siyasi tərəfini çox danışa bilərəm, mahiyyətini deyə bilərəm. Təbii. Amma mexanizm var ki, hansı formada ümumi gördüyüm bir məsələ var ki, yəni bu həmin adam tibbi müayinədən keçməlidir, narkoloji testdən keçməlidir. Müddətləri var da, yəni qandan çıxmır, saçdan alınır, cürbəcür. Yəni bunu mən deyirəm, bilirəm, demirəm, bilmirəm, amma daha dəqiqini həkimdən bunu eşitməmiz daha doğru olar. Laborator məsələsi var burada. Yəni incəliklər var, amma artıq hər bir rayonda, kəndlərdə olmaya bilər. Təbii ki, bir çox tibb məntəqələr var kiçik formada, amma hər bir şəhər və rayonda artıq xüsusi olaraq belə bir müəssisə, mərkəzi rayon xəstəxanalarının da tərkibində var. Regional orada müəssisələr də var ki, onların tərkibində narkoloji testlə bağlı olan artıq müəssisə, həkimlər mövcuddur. Adicə tutaq ki, deyirlər ki, içki ilə bağlı yol polisi bir dəfədə şübhələnirsə və yaxud bunu artıq hiss edir ki, var, onu bir narkoloji test aparırlar. Həm idarənin də odur. Amma həmin o idarənin adından göründüyü kimi narkoloji test yerinə apararlar, laborator olaraq onu içməsini müəyyənləşdirmək. Demək, həmin yerdə digər məsələlər, narkotika ilə bağlı da test və yaxud qanunla, digər analiz yolları var, bilirsiniz, digər yolları var ki, onunla da müəyyənləşdirə bilirlər. Amma müddət olaraq, təbii ki, bunu müddətlə, uzun müddətli istifadə ilə bağlı artıq bu konkret tibbi məsələdir və onun da yolları var ki, hətta uzun müddət qəbul eləyən şəxsin araşdırıb tibb onu tapa bilir, müəyyənləşdirə bilir. Əsas burada insan faktorudur. Yəni, əgər biz bunun qanun tərəfini tənzimləyib, bütün qanuna qəbul edilib, bu artıq işləməyə başlayacaqsa, burada həkimlərin məsuliyyəti var. Çünki yenə baxın, insan faktoruna gəlib çıxır sonunda. Laboratoriyada idarə edən insandır, analiz alan insandır, verən də insandır. Bu mənada o həkim vicdan məsələsi var. Burada bir nəyinsə müqabilində biz buna göz yuma biləriksə, hərəkətsizlik eləyə biləriksə, etməliyik hərəkət, etməliyik hərəkətsizlik. Bu da müvafiq qanunda tənzimlənir. Təbii. Bunun üçün cinayət tərkibi də var, inzibati məsələdə var, tərkib var. Yəni burada artıq yenə bir insanın yox, bir ailənin biz həyatına çox mənfi surətdə təsir göstərə bilər. Bu da az olunan deyil. O mənada bu geniş spektrli məsələdir. Amma əsas mən düşünürəm ki, birinci işimiz bunun qanun halında olmasıdır. Sonra artıq hüquqi məsələ keçir funksional vəzifənin icra olunması. Artıq nə hansı formada, necə, mən düşünürəm ki, çox onun lokal yolunun tapılması mümkündür. Laborator şəraitində olur. Əgər qanun qəbul olunacaqsa, tutaq ki, ondan sonra gəlir bunun tibbi tərəfinin təmin edilməsi. Ola bilər ki, hansısa ucqar rayonda mı və digər bir şəhərdə mi o müvafiq həmin o sistemin zəifliyi var, yoxdur və bunlar təmin olunmalıdır. Dövlət bunu düşünürəm ki, mütləq surətdə təmin eləyəcək ki, hər bir cütlüklər deyək ki, nicah girməzdən öncə mütləq surətdə həmin o, necə ki, dediyimiz kimi digər arayışlar var, sağlamlıqla bağlı. Bu da onlardan biri kimi daha ciddi formada düşünürəm ki, müayinədən keçirilməlidir. Müayinənin yollarına qeyd etdiyim ki, cürbəcür vasitələr var. Əsas budur ki, qanun qəbul olunsa, digər məsələlər də özünün çox rahat formada həllini tapa bilər. Təbii ki, yəni qanun əgər qəbul olunacaqsa, onun dediyiniz yollar da tapılacaq. Amma siz özünüz yəni bu təkliflə çıxış eləmisiniz. Hələ Milli Məclisə bu məsələ gəlməmişdən öncə və özünüz də hüquqşünassınız. O baxımdan sırf sizin yəni bu məsələyə baxışınız maraqlıdır. Məsəl üçün deyirsiniz ki, əvvəlcədən bu cütlüklər mütləq müayinə olunmalıdır. Amma narkoloqlar deyirlər ki, əgər insanın tutalım ki, bu hər hansı bir narkoloji dispanserdə qeydiyyatı yoxdursa, bu artıq yetərlidir. Onu təzədən testdən keçirməyə ehtiyac yoxdur. Digərləri isə deyirlər ki, əgər bir insanın narkoman olduğunu təsbit eləmək istəyirsənsə, o bir müddət xəstəxanada yatmalıdır. Bəs bu necə tənzimlənsin? Çox yaxşı sualdır.
hüquqi olaraq presedent yaradır. Yəni ki, onun deyən tərəfində arqumenti zəif görünmür. Yəni ki, əgər insan dispanserdə qeyddə deyilsə, demək narkoman deyil. Bunun bu tərəfini bildik. Gəlin indi real danışaq. Belədirmi? Yox. Düşünürsünüzmü ki, statikadan kənarda statika ilə olan say və statikanın kənarı nə qədərdir? Təbii. Və düşünürsünüzmü ki, hətta statikada olanların qeydə alınanlar oradan düşür. Onlar mı çoxdur, yoxsa bu tərəflər çoxdur? Düşünürmüsünüz ki, hələ ümumiyyətlə evi bilməyən hələ qaldı narkotik dispanser, ailəsi bilməyən kifayət qədər düşər olmuş və yaxud onu qəbul edən insanlar var. Yəni, onda biz yenə də bunun bir formal forması alacağıq. İnsanlar dispanserdə qeydiyyatda olunmağa hamı meyilli olmur, hər bir ailə buna getmir. Hətta üçüncü məsələ, hər bir hüquq hər yerdən baxır. Üçüncü məsələ var burada, ailə biri gizlədir. O da var təbii. Biri çox narkomandır, evləndirir, amma evləndirir, heç nə demir. Geydi, çox yaxşı oğlumuz var. Bilə-bilə, gizlədir. Cəmiyyətdən gizlədir onu. Gizlədir, utanır, çəkinir, üzərinə gələcək o, belə deyək ki, yad baxışlardan insanların o qınamaq məsələsindən çəkinərək, hətta bilə-bilə gizlədənlər var. Və bütün bunlar onda, əgər qeydiyyatla bağlı olacaqsa, bəs biz qeydiyyatdan kənarda olan və kütləvi halda deməsəm də, kifayət qədər az olmayan insan kütləsi var ki, özdə bilirsiniz, bu necədir? Biri var, ağır artıq maddələri qəbul edənlər. İynəş, biriz, digər. Amma indi çox ucuz, kimyəvi, qatqılarla, sintetik formada hazırlanmış kifayət qədər çox belə maddələr var ki, hətta həb halında bunlar çox rahat formada, ucuzdur deyə tapırlar. Bəli. Görün, gündə nə qədər dövlət bununla bağlı, nə qədər kənarlaşdırır, satışdan çıxardır. Yəni, gələndə tutur sərhəddə və yaxud da Daxili Nazirliyi hər gün buna mübarizə aparır. Biz demək olar ki, hər gün xəbərlərin birində neçə kiloqram, neçə qram və yaxud hansısa qrupu, hansısa bandanı bu sayədə bunların çox təşkilatlanmış forması var. Bunların tuturlar və yaxud da ki, satış olacağını çıxardırlar kənara. Yəni, artıq kifayət qədər bu mənada mübarizə aparırlar. Amma bununla bağlı bir ay qabağa bu qədər mübarizə getdi. Bir ay onda, həmin rayondan bir ay ərzində nə qədər yeni saç keçdirik. Demək, bu az deyil. Bəli. İndi baxaq orada tutulanlar, saxlanılanlar və yaxud da ki, hər tutulan deyil axı, kənarda da var. Hamının sayını bilmirik və bunların hər bir dispanser qeydiyyatı mı? Yox. Onda biz belə başa düşürəm ki, biz formal iş görəcəyik. Mən həmin mütəxəssisin fikrini qəbul edirəm, anlayıram onu. Amma mən düşünürəm ki, obyektivliyi biz kənara qoyuruq. Daha çox hüquqi tərəfdən baxırıq. Hüquqi tərəfdən baxmaqla biz burada biraz formallaşdırırıq. Yəni, gələcəkdə çox rahat formada bunu qəbul edən, ən yüngülünü qəbul edən, yüngülünü qəbul edən ümumiyyətlə getmir. Düşmürdü ora. Bir də iki dəfə qəbul oldu, dayandı. Amma unutmayaq ki, çox yüngüldən başlayır. Sonra ağırlaşdırırlar. Və çox rahat formada dispanserdən bir sorğu olunacaq. O elə deyilirsə. Qeydiyyatı yoxdur. Və sonra kağız alacaqsa, o qeydiyyatı deyil. Düzdürmü? O kağız olsa da, olmayan da o kağız alacaq da. Amma yoxlanması artıq, məcburi yoxlanması. Mütləq olanda bir çox məsələləri üzrə çıxardacaq. Yeni deyirəm, biz kompleks bunu həll edə biləcəyikmi? Yox. Zamanla amma biz kifayət qədər bunun mübarizə yollarında daha kəskin forma mübarizə apara biləcəyik. Və əsasən də çox vacib məsələ zamanla bu məsələ statistika ilə ölçülür. Statistikadan baxırsan artım, azalma. Azalma niyə oldu? Demək, mübarizə biraz kəskinləşdirməlisən. Yox, artım var. Nədə səhv buraxmışıq? Dövlət bu mənada statistik məlumatlarla işləyir və artması məsələsinə baxır. Yol qəzasından bağlı ay olur ki, az olur, ay olur, çox olur. Ümumi olaraq illik vurulanda bu il az olubsa, dövlət nəyi yaxşı eləmişik ki, bunu da onu da təkmilləşdirək. Yox, artıbsa, nə səhvlər buraxmışıq? Statistika ilə daha çox problemin idarə edilməsini tənzimləyir. Tənzimləyir, tam doğru deyirsiniz. Bu məsələ də belədir. Yəni biz sabah bütün buna düçar olanların hər birinin
sabahdan artıq qanun qəbul edildi, qüvvəyə mindi. Bir ay sonra biz bütün ailələrdə artıq bilinəcəkmi? Narkoman evlənməyəcəkmi və ya vəsaidə? Yox, belə olmayacaq. Amma kifayət qədər biz bir müddətlər sonra statistik məlumatlarda bu qanunun yaxşı mənada işlədiyini görə biləcəyik. Sabah üçün hesablanıb da, yəni Mütləq söz. Yəni insandır da, insan merkanti ola bilər biraz. Yəni özünü düşünər. Bura soyuqdursa isti istəyər, acısa yemək istəyər. Yeri rahatdır, komfortludur, insan rahat olur. Yəni onun istədiyi bu mənada soyuqdursa isti bir şey istəyə bilər. Onun verdiysə rahat ola bilər. Dövlət belə düşünmür axı. Dövlət ən azı 30-50 il vizyonu baxmırsa, o dövlət inkişaf eləməz. Yəni biz dövlətin baxışı vizyonu daha genişdir. Biz daha geniş baxa bilərik. Bu mənada dövlət çarkları o mənada işləməlidir və çox vaxt elə qanun qəbul olunur ki, vətəndaş həmin qanunu bir ay ərzində narahatlığını bildirir. Mən xatırlayıram, vaxtımız varsa, buyurun. Haşiyə çıxıram. Bu sürücülərin böyük bir ajotaj yaranmışdı. Nədə? O texniki baxışdan keçməklə bağlı mütləq surətdə o telefonlarına mesaj gəlməsi, radarın çəkməsi və yaxud da ki, kəmərlərlə bağlı və digər məsələlər var idi. Sığorta ilə bağlı nə olurdu? Qabaqlar. Texniki baxışın vaxtı keçib, yol polisi düşürdü arxasınca, nömrəsi baxırdı, çağırdı, yoxlayırdı, siz keçməmisiniz və nə qədər indi vaxtı çatır, sənə məlumat gəlir və o vaxtı artıq onu keçirmirsən texniki baxışdan, o avtomobil sabaha gündən və yaxud sığortadan bitəndən sonra keçdiyin radarlardan sənə cərimə gəlir. Elədir. İndi insanlar böyük əksəriyyət, çox böyük, az qala 95% insan SMS gələndə zamanını bilir, öncədən cibinə girməsin deyə o qanun, onun cibindən çıxartmasın deyə həmin pulu çox rahat formada gedir, sivil formada onu keçirir, sığortasını edir, kəməri də taxır. Çünki onu cərimə olunacaq, demək qanun işləyir. Bir digər məsələ, avtobus yolu məsələsi qoyuldu, 40 manat cərimə idi. Statistik baxıldı 3 ay. Nə baş verdi? Bir gündə 3 ay ərzində tutaq ki, yaxşı, 15.000 maşın, tutaq işləyirəm, atıram. 15.000 avtomobil həmin 40 manatlıq yoldan cərimə olundu. Aha, baxıldı, statistik alındı. Qaldırdı 100 manata. Yine 3 ay gedildi, yoxlanıldı. Nə qədər oldu? 2000 maşın. Bitti. Qanun işlədi demək. Narazı qaldı girənlər. Qalxdı 100 manat oldu. İnsana cərimənin çoxlanında narahat olur. Və az qala istəyir ki, minimum əmək haqqından aşağı olsun. Niyə sən pozmaq istəyirsən ki, qanunu? Ki, onunla onun pulunu hesablayırsan. Və onda dünyada mən razıyam. Yəni, biz tutaq ki, bir qanun pozanda yola zibil atmaq 1 milyon dollar qoymayıb, 1 milyon manat qoymayıb ki, cərimə. 200 manat deyəsən. Tutaq ki, çoxdur. Amma o qanunun əsas məqsədi çəkindirmə məsələsidir. Yəni etmə. Və dünyada inkişaf etmiş ölkələrin baxsaq, orada fantastik orada cərimələr var. Hətta insan deyir ki, bu qədər yəni nə minimum əmək haqqına, nə orta əmək haqqına, nə ən yüksək əmək haqqına uyğun deyil. Amma niyə görə eləyir? Və bir cəmiyyətlərdə danışırıq ki, necə təmiz idi, necə sakitlikdir, necə növbə dururlar, necə bu şeylərdir. Demək, dünyada insanın xisləti eynidir axı. Almanla mən necə gülürəm ki? Başqa cür gülürüm o. Necə qısqanır? Məndən fərqli qısqanır, məndən fərqli paxıldı. İnsan, Yaponla mənim ağlamağın nə fərqi var ki? Yəni, pislik etməyin nə fərqi var? Hamımız insanlarla bir şeyliyik də. Mental dəyərlərimiz dəyişir. Bu da bizim mental kökümüzdən gedən məsələlər var, fərqli olan. Qalan şeylərdə qanun bunu formalaşdırır. Təbii. Yəni, bu necə inkişaf edilmiş ölkələrdə qanun deyilər necə işləyir? O yeganə işləməsi cərimənin hesabınadır. İnsanın xislətində var. İnsan qanunu pozmaq istəyir. İnsan özünə rahatlıq axtarmaq istəyir. Amma mənim rahatlığım sizin narahatlığınıza səbəb olacaqsa, o rahatlıq deyil artıq. Təbii. Bax, qanun bunun üçündür. Bu mənada mütləq surətdə qanun qəbul edilməlidir. Artıq o dediyimiz kimi, həmin o ekspertlərdən də ictimai dinləmə ola bilər, müzakirə ola bilər, debat ola bilər, çıxmalıyıq, danışmalıyıq. Bunun bir yol tapılmalıdır ki, mütləq surətdə hamımızın son məqsədi sağlam ailə, sağlam gənclik formalaşdırılmaqdır ki, yəni genofondumuzdur. Bu xalqın gözəl gəncliyi var, amma təəssüf olsun ki, hər yerdə olduğu kimi zərərli vərdişlər, düşürənlər var. Digər tərəflərdə Azərbaycan əleyhinə işləyənlər də var. Var, bunlar faktlardır, çox deyil, amma var. Bizim də əsas məqsədimiz həm dövlət, həm vətəndaş olaraq
belə xoşa gəlməz hallarla dövlətə zid, xalqa zid, vətəndaşa zid məsələlərin qarşısını almaq üçün ya dövlətin orqanları ilə yox ki, onu tələb edirik, tələb etməliyik, onun vəzifəsidir. Amma vətəndaş kimi sənin də, mənim də həmin orqanlara bu mənada köməyimizi etməliyik ki, bu məsələ həll olunmasında kompleks şəkildə yanaşaq və gələcək üçün artıq indi böyük problem sayılmış məsələlərin böyüyü kiçik kimi danışaq. Təbii. Yəni bu çox geniş bir sizin izahınız idi və doğrudan da çox yerindən məntiqli bir izahdır. Amma mən detallara varmaq istəyirəm. Məsəl üçün bu daha insani tərəfinə istəyirəm məsələnin bir balaca diqqət ayıraq. Tutalım ki, bir qız bir oğlanla bir-birini belə deyək də aşiq olublar bir-birinə və ailə qurmaq istəyirlər, sevirlər. Qız bilir ki, oğlanın belə bir problemi var, amma onu qəbul edir. Bəs onda bunu necə tənzimləmək olar? Çox çətindir. Yəni bu artıq fərdlə bağlı məsələdir. Bu ailə tərbiyəsi ilə bağlı məsələdir. Qızımızın beyni, düşüncəsi, idraki ilə bağlı məsələdir. Mən buradan deyirəm ki, elə qız varsa, demək o özünün də elə ehtiyacı var ki, keçsin, ən azca psixoloqdan keçsin, bir müalicə alsın, bir məsləhət alsın. Çünki sən düşünürsən ki, bu adamla ailə quracam, gözünə heç nə görmür. Bilə-bilə ki, onun belə tərəfləri var və onunla ailə qurursansa, sən artıq indidən qurmamışdan özünü gələcəkdəki oda atmağa hazırsan. Yəni sən yanmağını gözünün qabağına al, amma o mənada insan düşünürsən ki, sonun üçün qəhrəman olmaz, o özü qəhrəmanlıq deyil. Elə məsələlər var ki, bu vətəndir, dövlətdir, milli məsələlərdir, orada insan canını fəda eləyir. Bax, nə qədər şəhidlərimiz oldu gənclər. İnanır ki, onu o vəziyyətdən çıxardacaq, ona kömək edəcək. O fərdi məsələdir. Mən yəni onunla bağlı, bir fərdlə bağlı bir şey deyə bilmərəm. Amma ümumiləşdirsək, yanlışdır, səhvdir, mütləq surətdə. Onda nicaha girmədən, hələ ailə institusunu formalaşdırmadan, onun yanından kənara durmadan, sevirsənsə mübarizəni apar, onun sağalması üçün, onun tam cəmiyyətə sağlam qayıtması üçün əlindən gələni et. Bax, əsl sevgi onu sayarım. Ondan sonra ailə. Amma ondan sonra ailəni bəli qur. Çünki yəni, ailə bir institutional formadır. Ailə ciddi məsələdir. Yəni biz ailəyə romantik hisslərlə, baxışlarla, qaşla, gözlə baxmalı deyilik. Doğrudur. Həm də düşünməliyik ki, sabah artıq bu ailə bir il sonra övlad olacaq. Bu ailə manayit olmalıdır, güclü olmalıdır. Burada duyğularla, hisslərlə bərabər öhdəliklər yananır. Toyun zaks oldu, kəsildi. Toyun səhəri günü öhdəlik yaranır. Ər öhdəliyi, arvad öhdəliyi, xanım öhdəliyi. Bu qanunla tənzimlənir, ailə məcəlləsi var. Burada artıq ondan sonra sən övlad olur, ata öhdəliyi var, ana öhdəliyi var. Sonra yaşaşırsan, nənə öhdəliyi var, baba öhdəliyi var. Bunlar öhdəliklərdir. Biz bu öhdəlikləri də icra etməliyik. Yəni bunu yalnız romantik baxmaqla həll etmək olmaz. Ailəyə, nicaha girmək artıq ciddi, düşünülmüş, bütün tərəflər nəzərə alınan formada olmalıdır ki, ondan sonra ailə qurulsun. Ona görə də biz nə etdik? Yaşla bağlı məsələn təkmilləşdirdik. 17 yaş var, mən də orada o məsələdə çox çalışmışam. 17 istisna var idi ailə qurulmasına bağlı, onun ləğv olunması, 18 yaş. Elə ölçülər var, 22 yaşdır. Yəni, çünki dünyanın çağırışları belədir. Artıq bəlli yaşlarda erkən nicah olmaz. Bu da bir cinayətdir. Kiçik yaşlarında ailələrə dərk eləmədən qurulması, övlada az qala oyuncaq kukla kimi baxılması, övlad olursa bu ailədə saxlanan oyuncaq deyil. Bu artıq bir vətəndaş doğuldu. Ona ana və atanın onun üzərində çox ciddi məsuliyyəti var. Bu mənada dövlətin qanunları da işləyir. Amma ata-ana bu mənada məsuliyyət tam dərk eləməlidir. Bunun üçün yaş olmalıdır uyğun və dediyimiz kimi məsələlərdə ciddi baxmaq lazımdır. Yəni, bir baxışla, bir fikirlə, bir xoş sözlə düşünürəm ki, ailə qurulmaz. Təbii. Və belə düşünək ki, artıq ailə qurulub və yəni hansısa bir boşluq olub bilməyiblər. Məlum olub ki, adam artıq bu asılılıqdan əziyyət çəkir və məcburən bunu reabilitasiya mərkəzinə yerləşdirməlidirlər ki, orada biraz heç olmasa özünə gəlsin, müalicə olunsun. Amma hamı da bilir, yəni heç kəs üçün də sir deyil ki, reabilitasiya mərkəzləri də hər kəs üçün əlçatan deyil. Yəni onları əlçatan eləmək üçün sizcə hansı addımlar atılmalıdır? Bəlkə icbari sığortaya misal üçün ehtiyac var ki, biraz yenə də rahat olsun da, yəni ora gedib müalicə olunmaq insanlar. Tam razıyam sizinlə, yaxşı sualdır.
verməsəydim mən toxunardım buna, hətta yəni düşünürəm daha sonuncu proqramımızın çox vacib məsələdir, bəli. Görürsüz, zamanla artıq icbari tibbi sığortanın artıq cəlb olunan xəstəliklərin sayı da artıq, bu yaxın onkoloji xəstəliklərlə bağlı məsələ özlərini tapdı. Bu yenə mən dediyim kimidir, yeni çağırışlarla bağlıdır. Artıq dövlət bu mənada mütləq surətdə bu məsələlərə də əlini qoyur. Çünki bunlar həm də bahalı xərcdir, mən sizə deyim. Yəni narkotik asılılığı olan insanların reabilitasiyası, müalicəsi, müayinəsi bunlar xərcli məsələdir. Yəni kifayət qədər xərc aparan məsələdir və bu çox vaxt insanların öz gücünə olmur. Ona görə bu kütləvi hal artıq bu dediyimiz laboratoriyalar, bu gələcəkdə dispanserlərin səlahiyyəti artacaq, bu mənada böyüməlidir. Bayaq mən qeyd etdim onu. Çünki tələb artırsa artıq insan kütləsi artacaq ora, müraciətlərin sayı artacaq. Bu mənada onların statusunda məsələsi baxılacaq. Təbii ki, qanun onu tələb eləyəcək. Digər məsələ qeyd etdiyiniz kimi artıq gələcəkdə bunun aktuallığı nəzərə alınaraq belə yaranır. Dövlət bunu görür və artıq dediyimiz kimi mən də onu görürəm gələcəyindəki mütləq surətdə icbari tibbi sığortanın da o siyasına, zərfinə əlavə ediləcək ki, çünki insanların imkanlarından daha yuxarı olduğu üçün dövlət o mənada öz dəstəyini verəcək. Mən düşünürəm ki, bu da mütləq surətdə sonraki prosesdir. Yəni zəncirvari məsələdir. Mən tam sizin fikrinizdən razıyam. Təşəkkür edirəm. Bizim bir neçə sualımız var. Düz deyirsiniz. Yəni düzdür, proqramımızın sonuna yaxınlaşırıq. Amma hər bir sualımıza qısaca da olsa cavab versəniz sizə minnətdar olardıq. Yeri gəlmişkən əmək məcəlləsinə dəyişiklikdə işçinin narkoloji arayışı olmadan, yəni sağlamlığı təsdiq edilmədən müvafiq peşə və vəzifəyə qəbul edilməsi qadağan edilir. Burada hansısa istisna hallar nəzərdə tutulur, yoxsa bu qadağa narkotik istifadə edən hər bir şəxsə şamil olunur? Hər bir şəxsə şamil olunmalıdır. Yəni istisna yeri qoyulacaqsa, mən düşünürəm ki, yenə də digər məsələlər meydana çıxacaq. Bəs peşə sahibləri ilə bağlı nəsə bir istisna ola bilər? Peşə, burada elə peşələr var ki, mən düşünürəm ki, o mütləqdir. Mütləqdir, yəni qərar verən peşələr var. İnsan kütləsi asılı olduğu peşələr var ki, mütləqdir. Amma mən düşünürəm ki, elə peşələr var, hal-hazırda onu saymaq istəmirəm, çünki hansı peşəni biz çox ayırmış olarıq. Yəni kimə belə çıxırlar ki, hətta insanlar biraz tənqidi baxırlar belə şeylərə. Düşünərlər ki, biz hansı peşənin biraz belə deyim də aşağılayırıqmı, uzaq olsun, yəni belə fikrimiz yoxdur. Amma bir necə peşədə istisna o formada ola bilər. Misal üçün çox ağır məsuliyyət tələb etməyən, ondan insan kütləsi asılı deyil, böyük bir sahə asılı deyil. Yəni cavabdehlik məsələsi onun sırf kiçik bir hansısa bir işlə bağlıdır ki, belə istisnalar ola bilər. Adını çəkməyəcəm peşələrin, hər peşə müqəddəs, hər peşə əzizdir, hamı üçün seçdiyi peşə ilə bağlı. Amma yəni belə şey, amma elə peşələr var ki, yəni qeyd etdiyim kimi, bu ciddi məsuliyyət tələb eləyir. O məsuliyyət onun həm narkoloji, həm digər asılılıqları, hətta azart oyunlar asıllı insanlar var. Çox vəzifə daşıyırlar. O daha qorxulu. Qorxuludur. Bunların hər biri, psixoloji test, bunların hər biri düşünürəm ki, zamanla mütləq surət həllini tapmalıdır. Çünki bunlar qanun necə yaranır? Səhvlər görünür. O səhvdən sonra düzəllənə qanun forması salınır ki, bir də olmasın. O məsələ üzər gedilir. Və düşünürəm ki, bu zaman-zaman bunlar hər biri nəzərə alınacaq. Əsas məsələ budur ki, istisnalar çox cüzi ola bilər. Bu, ciddi olaraq ən böyük zərfdə daha çox, belə deyim ki, vəzifələrin bir çoxunda mütləq şamil edilməlidir. Təbii. Sizinlə müsahibəmizdə bir məsələyə də toxunmuşdunuz. Yəni yanvar ayındakı müsahibənizdən söhbət gedir. Qardaş Türkiyədə demişdik ki, nəinki evlilik zamanı, hətta elçilik zamanı narkotik arayışının tələb edilməsi artıq ənənə halına alıb. Orada buna adi bir şey kimi baxırlar. Bəs bizdə sizcə nə vaxtsa bu belə bir vəziyyət yarana bilər ki, bizdə də adi olar? Düşünürəm ki, orada o qanun formasında deyil, yəni bu elçilik belə məsələlər bir yazılmamış qanunlar. Ailələrin korporativ məsələsidir. Yəni özləri öz aralarında bir qonaq cəlb bilmirsən, qonaq elçilər yoxsa qonaq cəlb onlara. Təbii. Amma bu artıq bir qanun yox, qaydaya çevrilir. Məsələn bizdə böyüyə yer vermək qanun deyil. Heç kim tutmur səni və inzibati cərimə eləmir, amma qayda olaraq qəbul edir ki, böyüyə qanuna yer vermək gözəl bir ənənədir. Süzülüb gələn, davam etdirməliyik. Bu da həmin artıq Türkiyədə bir çox ölkələrdə var bu. Avropa ölkələrində bir neçəsində var. Artıq onların izdivacının ilk illərində, ilk aylarında, günlərində artıq ailələr bundan bağlı narahatçılığını ortaya qoyurlar. Və artıq deməli orada da bu problem var. Əlbəttə. Bu qanun bütün dünyanı bölüb. Mən belə dedim ki, biz hələ risk altında olan deyilik. Artıından danışırıqsa, dünyada çox ciddi statistikalar var və artıq dövlətlər həzin təbliğ çalırlar. Bir çox məsələn kənara qoyub buna mübarizə aparmağa başlayıblar. Bir də ayılıblar ki, gəncin böyük kütləsi
statistik olaraq normal cinsindən çox daha çox belə cinsindən sayı çoxalır cəmiyyətdə. Bu təhlükədir, böyük dəhşətli qorxulu bir bir şeydir. şeydir. Ona görə də axı yenə ailədən başlayır hər şey. Ona görə də artıq qanun olmasa da qayda olaraq bu nəzərə alınır. Mən düşünürəm ki, zamanla bu prosesdir, transformasiya olunur. Zamanla bizə də ola bilər ki, insanlar artıq indi də kiçik formada var. Bizdə başqa formadadır. Məsələn, öyrənmək istəyirik. Kimlərdəndir? Düzdür. Kimin oğludur, Araşdırırlar. əmsi kimi, dayısı kimdir ki, özü necə aparır özünü, dostlar kimdir, artıq o formada eləməyə başlamışıq. Bu çox yaxşı haldır, o vaxtlarda olub. Amma bax, üzdən getmişik, bura baxmamışıq. Kimlərdəndir bilmişik, kimin övladıdır, sənəti nədir, onunla bitmişik. İndi bəs dərin gedirik. Yəni başlamışıq, düşünürəm ki, qanun işlədikcə Davam eləyəcək. belə məsələlər də meydana çıxacaq. Təbii ki, istərsə də digər həmkarlarınız tərəfindən irəli sürülən təkliflər, qəbul edilən qanunlar heç də səbəbsiz deyil. Bilirik ki, burada əsas məqsəd gənclərimizi narkotik bəlasından uzaq tutmaqdır. Bəs narkotik istifadəçisi olub sonradan sağalan gənclərimizi də düşünməli deyirikmi sizcə? Onları sərt qadağalarla məruz qoymaqla hər birini yenidən narkotik bataqlığına sürükləmirikmi? Tam doğrudur. Bununla bağlı mənim digər müsahibələrim var, hətta axtarıb tapıla bilər. Onların cəmiyyətə adaptasiya olunması. Mən bayaq hətta girişdə demişdim onu, başqa formada demişdim, amma eyni məna daşıyır. Adaptasiya olunması, onların yanında olmağımız mütləq vacibdir. Onlarla mütləq psixoloqla işləməlidir, yaxın dostlar yanında olmalıdır, cəmiyyət onun bağrına sıxmalıdır. Yəni bunlar qayıdıbsa, biz itirmə təhlükəsi olan insanı cəmiyyətə qaytarmışıq, o bizim yanımızda olmalıdır. Mütləq surətdə ona işlə təmin olunması. Bununla bağlı qanunlar var. Cürbəcür qanunlar var. Bunlar da tənzimlənir. Bu insanların əmək bazarında yerini tutması üçün, yenidən cəmiyyətə inteqrasiya olunması üçün, bu proseslərin içərisində olması üçün mütləq surətdə proqram olmalıdır, mütləq surətdə qanunlar işləməlidir və təkrar edirəm ki, bir çox qanunlarla bərabər bizim vətəndaş olaraq da bu məsələdə diqqətli olmalıyıq. Biz çalışmalıyıq ki, belə insanlar özünü tənha yox, tək yox, təklənmiş yox, bizdən biri olduğunu hiss etməlidir. Heç şübhəsiz. Statistik rəqəmlərə əsasən deyə bilərik ki, narkotik satışı ilə əlaqədar həbs olunan məhbusların islahı faiz mənasında çox aşağıdır. Onların böyük əksəriyyəti həbsxanadan çıxar-çıxmaz yenidən həmin öz işlərinə qayıdırlar. Yəni ya satırlar, ya da istifadə edirlər. Yəni bunu necə tənzimləmək olar? Bunu necə aradan qaldırmaq? Yalnız sərt qanunlarla. Çünki sən deyən belə etmə, vicdansız olma, belə şey etmək olmaz deməklə təəssüflər olsun ki, cinayətkar satılmaq olmur. Mən düşünürəm ki, burada sərt qanunlar olmalıdır. Sərt qanunlar cəmiyyəti çox vaxt bunu deyib üzərimizə çox vaxt alırıq hansısa bir insanların anlaşılmaz fikirlərini bilmədən deyirlər. Eşidən sərt qanunlar onu düşünürlər ki, nəsə məqsədimiz var yəni bununla bağlı. Məqsədimiz yeganə budur ki, qanun işləsin. Onu tənqid edən adam düşünmür ki, həmin o adam, bax o gün mən 2 gün qabağa rayonların birində narkotik asılılığından və satışından gələn adam 2 qadını öldürdü. 2 qadını. Bax 2 gün qabaq rayonların birində idi, unuduram hansı rayondur. Fərqi yoxdur, da bizimkidir. Birini özünün yaşadığı xanımı, o da şahid kimi olub. Gənc 2 qadını öldürdü. Kimdir? Narkotik asılılığı olan adam. Baxın, bax 2 günlük olan, mən statistikanı sizə deyirəm. Ona münasibətin forması necə olmalıdır? Baxın, 2 insan həyatı getdi. Cinayətkardır. Demək, ona görə bizim ona sərt qanun olmağını məni qınayan adam düşünmür ki, sabah onun da uzaq olsun, övlad ola bilər, öz ola bilər. Düşünmürükmü? Biz mütləq bizə dəyməlidirmi ki, düşünək. Ona görə də mən düşünürəm ki, bu mənada qanunlar sərtləşdirilməlidir. Cinayətkarla mütləq surətdə həbs olunması, azadlığın məhdudlaşdırılması, azadlıqdan azad olan adamların ora islah olmaq üçün gedir. Yenidən qayıdıb həmin cinayət törədirsə, təbii ki, ona təcrid olunmalıdır cəmiyyətdən ki, insanlar rahat yaşasın. Siz burada oturmusunuz, əgər övladınızdan açığınız varsa, siz bu iş görə bilməyəcəksiniz. Bəlkə orada onlar təcrid xanada yatdıqları müddətdə onları detoksikasiya eləmək, onlarla işləmək, onların psixologiyasına təsir eləmək lazımdır ki, çıxanda yenidən ona qayıtsın. Var. Elə proqramlar var. Həbsxanalarda bununla bağlı proqramlar var. Yalnız onların gündə rejimlərindən bərabər onların orada həkim müayinəsi də var, xüsusi olaraq QT-lər var ki, mütəmadi olaraq ora səfər edirlər, onlarla görüşürlər, söhbət edirlər, danışırlar, psixoloqlarla yaxınlaşır. Bunlar var. Yetərlidirmi? Yox. Artırmaq lazımdır.
Yəni Çünki təkcə sərt qadağa ilə hər şeyə əlbəttə nail olmaq olmur yox. axı. Təbliğat, bax biz bunu niyə danışırıq bu gün? Niyə zamanımızı aparırıq hər birimiz? Yeganə məqsədimiz təbliğat aparırıq bunu. Yalnız qanun sərtliyi ilə həll etmək olmaz. Maarifləndirmə paralel yan getməlidir. Çünki insan var ki, maariflənməklə düzələ bilər. İnsan var ki, təsir olsun ki, onu mütləq sərt qanun işləməlidir. Amma insan var ki, bir fikirlə görsən ki, deyir, ha mənə çatdı. Anladı, bildi, dərk İnsanlar da etdi. müxtəlifdir, Amma təbii. müxtəlifdir. Ona görə də biz müxtəlif fərdi olaraq bir insanlarla işlənmir də qanun. Qanun ümumi qəbul edilir və ona riayət olunması məcburi xarakter daşıyır. Əsas məsələ budur ki, ümumi məqsədimiz cəmiyyəti bu mənə tənzimləməsidir. Şübhəsiz. Həbsxanada da olsa, bayırda da olsa, yəni azadlıqda da olsa. Sonda bir suala da aydınlıq gətirmənizi istərdik. Mümkünsə şübhə yoxdur ki, narkomaniya narkotik bolluğundan yaranır. Xüsusilə də qonşu İranın ölkəmizin qara bazarına doldurduğu ucuz narkotik vasitələr bayaq özünüz də qeyd elədiniz. Əlçatan olmasaydı bu qədər, yəni yüzlərlə insan bu bəlaya təbii ki, bulaşmazdı. Və hər cürə yəni yoldan istifadə edir bizim dövlətimiz ki, bunun qarşısını alsın. Bəs nədən bu vaxta qədər hələ də biz istəyimizə nail ola bilməmişik? Çox təsirli olur çünki bu dünyanı düşündən məsələdir. Nə qədər dövlət onun mübarizə aparan yollarını arayıb axtarıb yeniləyirsə, o qədər də bu cinayətkar qruplar daha yeni yollar axtarırlar. Bu mübarizə illərdir gedir. Yəni onlar daha yenisini tapır, dövlət mübarizəni aparır. Yəni mən düşünürəm ki, əsas məsələ bunun köşkün kəsilməsi və tam dayanacaq elə bir dövlət yoxdur. Yəni yer planetində belə bununla mübarizəni bitirmişəm deyən varsa statistikani gizlədir. Mən bizdə bu yoxdur. Sovet də bir söz idi, bizdə bu yoxdur. Yəni bəşəriyyət nə qədər varsa bu problem də davam edəcək. Var. Əsas budur ki, siyasi iradə olmalıdır. Azərbaycan dövlətində var. Cənab prezident bu mənada çox kəskin münasibəti var. Siyasi iradəni irəli göstərir. Gənclərin sağlamlığı, milli mənəvi dəyərlərimiz zərərləşən kənar bu cənab prezidentin və dövlətimizin başçılığını deyirik və dövlətimizin bu xəttidir. Və orqanlarda bundan fəaliyyət göstərir, mübarizə aparır. Əsas məsələ budur ki, biz mübarizə effektiv aparmaq üçün yeni yollar da axtarmalıyıq. Çünki indi format dəyişir. Artıq cinayətlərin yolları da dəyişir, format dəyişir, digər internet üsullardan istifadə edirlər. Dövlət bax bununla bağlı xüsusi polis Daxili Nazirliyi yeni idarə yaratdı, digər bir idarə də mövcuddur, kiber cinayətlərlə bağlı. Hətta bu yolla da artıq digər yollarla da müdaxilə edirlər, girmək istəyirlər və bacardıqları da var. Amma düşünürəm ki, mübarizə yolları da kifayət qədər var və bu gün Azərbaycan dövləti bu mənada nümunə göstərə bilir. Amma mən bu mübarizənin bitəcəyi gününü söyləsəm və yaxud bitdi desəm, yanlış demiş olaram. Vətəndaşlarımıza atmış olaraq. Əsas məsələ budur ki, siyasi iradə var. Yəni dövlətin bu mənada mövqeyi kəskindir belə hallara qarşı və müvafiq orqanlar, Dövlət Səhiyyə Xidməti, Gömrük, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, bax dövlətin bu orqanları mən tam şahidiyəm, məsələnin içindəyik, saat kimi işləyir. Amma təsir olsun ki, o deməli, cinayətçi qruplar da yenə müxtəlif vasitə və yollar axtarırlar ki, öz məqsədlərinə çatsınlar. Dövlətin də məqsədi onun mübarizəni aparmaqdır. Təbii, çox sağ olun Vüqar müəllim, gəldiniz. Həqiqətən də çox faydalı bir söhbət oldu. İnanıram ki, izləyicilərimiz də bir çox suallara cavab tapdılar. Yenidən görüşmə ümidi ilə sizinlə bu günlük sağollaşırıq. Vüqar müəllim, bir daha təşəkkür edirəm. Sizə fəaliyyətinizdə uğurlar diləyirəm. Çox sağ olun. Sağ olun.